Bismillahirrahmanirrahim. Huve şehrun du'itum fihi ila ziyafetillah. Bu bir aydır ki siz Allah qonaqlığına dəvət olunubsunuz. Mənim əzlərim, qonağı dəvət eləyən var, bir də qonaq özüdür. Qonağı dəvət eləyənin öz vəzifələri var. Qonağın da öz vəzifəsi var. Yəni qonaq öz şəninə görə istəyir elə gedə ki, o getdiyi yerdə uzaq ola. Və qonaq çağıran da qonaqlarına nisbətən hazırlıq görür ki bu açdığım süfrə qonaqların ürəyincə olsun. Etdiyim xidmət qonaqların şəninə layiq olsun. Burada Allah Təbarək və Teala buyurur ki, mən özüm sizi dəvət eləmişəm. Təbidir ki, burada Allah Təbarək və Teala öz şənində bizim üçün süfrə sərib. Görürsünüz, o süfrənin ən gözəl neməti nədir? Bağışlamaqlıq. O süfrənin ən gözəl neməti Quran oxumaqdır. O süfrənin ən gözəl neməti rəhmətdir. O süfrənin ən gözəl neməti bərəkətdir. O süfrənin ən gözəl neməti məğfirətdir. Bu Allaha görədir. Yəni bu süfrədə maddi istəklərimizlə bərabər mənəvi istəklərimizə daha çox önəm verməliyik. Çünki süfrə sahibi Allahdır və o Allah da ehtiyatsızdır, qüdrət sahibidir. Bizim hər bir istədiyimizi Allah Təbarək və Teala verməyə qadirdir. Onun üçün mehmandan Allahın özüdür. Dəvət eləydi də Allahın sevimliyidir. İrfanda belə bir söz var. Deyirlər Allah zatına aşıq olduğu insanı yarattı. Biz insanlar Allahın eşqinin məhsuluyuq. Allah Təbarək və Teala sevdiyi, yaratdığı və sevə-sevə nazladığı bir varlıq ki o da insandır. Onu dəvət eləyib qonaqlığa. Görün nə qədər bu süfrə əzəmətli bir süfrədir. Görün bu süfrədə Allah Təbarək və Teala bizim üçün nələr qoyub. Onun üçün də çalışmaq lazımdır. Maddi istəklərimizi Allahdan istəyək. Təbiidir. Amma mənəvi istəklərə daha çox önəm verək ki, çünki qabaqda bizi əbədiyyət və əbədi xoşbəxtçilik gözləyir. Allah rəhmət eləsin, Əllamə Təbatəbai'nin barəsində şagirdlər deyir ki, Əllamə Təbatəbai dərsdə hər 10 dəqiqədən bir, hər 15 dəqiqədən bir meyli deyir, tabaşiri qoyardı daskanın qabağına, lövhənin qabağına. Qadim şagirdlərə deyərdi, bir ah çəkərdi, deyərdi ki, bizi özümüzü islah eləməkdən böyük bir işimiz yoxdur. Niyə? Özü deyərdi, çünki qabaqda bizi əbədi bir cənnət gözləyir. İndi biz əbədi bir cənnətin sorağında yox. Bəzi düzdür, irfanda ariflər bəzən cənnəti kiçildirlər. Onlar öz yerində irfanı məsələlər. Amma Quran cənnətə çox önəm verir. Ki bizi dəvət eləyəndə görürsünüz, bunu və bəşşirləzinə. Bəs muştuluq ver o insanlara ki, əmməlahum cənnət. Onlar üçün cənnət var ya, bizi Quran təşviq edəndə cənnətdən çox deyil. Yəni doğrudan da fəinnəl cənnətə hiyəl məva. Nə gözəl sonluqdur behişt. Ola bir adamın misal üçün düşüncəsi çox ola, bizim behiştdə yeməyi var, içməyi var, cürbəcür qidalar var. Amma behiştin ən gözəl qidalarından biri də budur ki, sən gedəsən o cənnətdə Həzrət Peyğəmbərlə oturasan, İmam Hüseynlə oturasan, Həzrət Əli ilə oturasan, bunlarla oturasan, bu təbidir behiştin maddi nemətlərindən daha gözəldir. Onun üçün də süfrə Allahın süfrəsidir, mehmandar Allahdır, dəvət eləyib, İla ziyafətillah, öz qonaqlığına və bizim də gərək nədir, ədəbimiz ola süfrəyə gedəndə əlimizdə bir şey yapıyaraq və biz də bu süfrəyə gedəndə ən gözəl şeyi ki apara bilərik, İçsinabən məharimillah, Allahın haram elədiyi şeylərdən qorunmaqdır ki, üzü ağ gedək o süfrəyə. Vəssalamu aleykum və rəhmətullah.